Azərbaycanda əhalinin gəlirləri artıq, bəs görəsən insanlar gəlirlərini necə bölürlər və ən çox pulu nəyə xərcləyirlər? Bu ilin yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq, orta hesabla ayda 322 manat təşkil edib. Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 30,4 milyard manatlıq gəlirin 70%, yəni 21,3 milyard manatı son istehlaka yönəldilib. Bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 22,4% çoxdur. Ən çox nəyə pul xərcləyirsiniz? Bizdə demək olar ki, ən çox elə yeməyə yer. Dolanışığa, produkt, ərzaq. Gəlirlərin 2,7%-i kreditlərin ödənilməsinə yönəldilib. Yəni borclarımız digər ölkələrə nisbətən azdır. Sadəcə Amerikada məsələn tələbələrin borcu 1 trilyon dollardır. Yəni məsələn belə statistikalar var. Ona görə də yəni ümumiyyətlə istehlakçılar ona nəzər yetirməlidirlər ki, onların borcları artmasın. Əgər zaman içərisində orada 2,7% verilmişdir ki, yəni istehlakçıların kreditlərə ödədikləri faiz nisbəti, yəni gəlirlərindən nə qədər kreditlər ödəyirlər 2,7%. Yəni bunun yüksəlməməsi həm şəxsi nöqteyi nəzərdən, həm də iqtisadi nöqteyi nəzərdən çox əhəmiyyətli bir amil. Vətəndaşlar pullarının 18,2%-ni xərcləməyiblər. Yığıma yönəldilən vəsaitlərin həcmi bu ilin 10 ayında 5,62 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 6,8% çoxdur. Yığıma ayırmaq o deməkdir ki, siz gəliriniz sizin aylıq istehlakınıza bəs eləyir, yetir və bundan əlavə siz borca getmirsiniz. Amma əgər sizin deyək ki, yığım etmirsinizsə, o mənaya gəlir ki, həm sizin yığımınız yoxdur, ola bilər ki, siz borc da alırsınız. Əhali pulunun 9,1%-ni vergilərə, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə xərcləyiblər. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6% çox vəsait qalıb.